birazca da şairəm axı. Bəli, əsl Azərbaycan qadını idi o. Özü demiş, həm nimçələrin, çömçələrin aləmində yaşayan evdar xanım idi, həm də şair idi. Özü də qəlbləri riqqətə gətirən misralarıyla bir çox adlı sanlı şairlərə meydan oxuyacaq qədər həqiqi şair idi. Milli poeziyamızın xanım xatını Nigar Rəfibəyli. Geri gəlmişkən Nigar xanım Azərbaycan ictimai-siyasi həyatında müstəsna xidmətləri olmuş Rəfibəylilər sülaləsinin layiqli xələfi, xalq şairi Rəsul Rızanın ömürgün yoldaşı və xalq yazıcısı Anarın anası idi. Şeirlərini bir daha nəzərdən keçirə-keçirə düşünürəm ki, nə yaxşı qadın kimi dünyaya gəlib, nə xoş ki ömür yolu məhz bizim diyarımızdan keçib və qələmi ilə Azərbaycan xanımının duyğularını şeiriyyətə köçürüb. Beləliklə, günün şeirində bu dəfə Nigar Rəfibəylinin Durna şeirini təqdim edirik. Mən yuxuda durna oluram gecələr. Çırpıb qanatlarımı yerdən üzülürəm. Geniş-geniş havalarda səhv çəkən durnaların qatarında düzülürəm. Uçuruq, uça bildikcə. Uçuruq diyar-diyar. Uçuruq qəlbimizdə torpaqdan aldığımız ən şirin, ən incə, ən sevimli arzular. Uçuruq uça bildikcə. Bizi həsrət qalan ellərə qanat salırıq. Uca-uca dağların başında əylənib qonaq qalırıq. Torpağın ətrini aparırıq ulduzların aləminə.